Parabola üzrə 64-cü sualın izahı ilə davam edək. Sualda şərti oxuyarsınız. Apsisonu kəsən nöqtələr -2, 0, B, 6, 0 nöqtələri verilib və təpə nöqtəsi isə qeyd olunub və ABC üçbucağının sahəsini 24 verib və parabolanın qolları A mənfi olduğuna görə aşağıdır. Biz funksiyanı iki növdə axtarırdıq. Ya təpə nöqtələrindən axtarırdıq, ya da apsisonun kəsdiyi nöqtələrini axtarırdıq. Üçüncü bir qayda olaraq da x təpəyə, yəni apsisin təpə nöqtəsi, x1 üstəlik x2 bölünsün 2-nin qaydasını bilmək gözəl olar. Ona görə apsisin təpə nöqtəsini burada 6 çıx 2 böl 2-dən 2 tapırıq. İndi ABC üçbucağının sahəsinə fikir versək, oturacaq, yəni AB olur 8. Vurulsun hündürlük. Hündürlük nə idi? Hündürlük ordinatdır. Bax fikir verin, C təpəsindən AB-yə qədər olan məsafə ordinatdır axı. Vurulsun Y təpədir. Bölünsün 2 və bunu bizə 24 verib. Onda Y təpəni biz buradan 6 alırıq. Onda bizim düsturumuz fx bərabərdir. A vurulsun, A yoxdur. X çıxılsın x təpənin kvadratı. Üstəgəl Y təpə olur. İndi ikinci bir məlumat lazımdır. Məsələn, görürsünüz ki, apsisonu 6-da kəsir. Onda x-in yerinə burada 6 qoysam 6 çıx 2 4 eləyir. Kvadratı 16 eləyir. Və apsisonu kəsəndə y 0 olur. Deməli, buradan da A nəyə bərabər olur? -3 bölünsün 8-ə. Onda bizim düsturumuza fikir versək, fx-imiz nəyə bərabər olacaq? -3 bölünsün 8, x çıxılsın 2-nin kvadratı plus 6-ya. Yəni, təpə nöqtələr əslində var. X təpə 2-dir, Y təpə 6-dır. Parabolanın təpə nöqtəsini yerləşdirdikdə görürsünüz, birinci rübdür. Siz burada A plus B plus C-ni də tapa bilərsiniz. A plus B plus C yabızda saxlayın, elə F1-dir. Mötərizəni açmadan da tapa bilərsiniz. X-in yerinə 1 qoyub, onu zəhmət olmasa hesablayarsınız.